Salam dəyərli müəllimlər, biz bundan öncəki videolarda qəbul tipli testləri təqdim etmişik. Bugün isə sizə yeni qəbul tipli testlərimizi təqdim edəcəyik. Demək, siz məndən öncə ekranı dayandıra işləyib, sonra nəticəyə baxa bilərsiniz ki, görək 5 sualda neçə düzünüz çıxacaq. Əvvəlki videolarda demişəm, yenə xatırladıram, bu videolar tədris üçün nəzərdə tutulmuş qəbul tipli testlərdəndir. Nə istəyir birinci sualda? Sualın izahına keçməmişdən əvvəl ekrana dayandırın, cavab verin, daha sonra mənim izahımla yoxlayın. Biri mürəkkəb addır. Mürəkkəb adlar birinci növbədə yadınızda qalsın ki, ayrı yazılmalıdır. Ayrı. Ədəbiyyat müəllimi söz birləşməsidir, həm də sadə söz birləşməsidir. İkinci növ təyini söz birləşməsidir. Variant, demək, şərtdə isə bizdən soruşur ki, mürəkkəb addır. Dəvəquşu mürəkkəb sözdür. Mürəkkəb söz qarşısına yazıram. Mürəkkəb söz. Yəni bitişik yazılıb. Bizə lazımdır ayrı yazılsın və mürəkkəb adı olsun. Və mürəkkəb adlar həm də böyük hərflə başlayır. Yəni bunu da mütləq şəkildə yadınızda saxlayın. Dəvəquşu mürəkkəb sözdür. Daha sonra Gülyaz xüsusi isimdir. Xüsusi isim. Günəbaxan mürəkkəb sözdür. Bitişik yazılan mürəkkəb söz. Həm də fikir verin, birinci hərfləri kiçik hərflə başlayır bunlarda. Gülyaz isə xüsusi isim olduğuna görə böyük hərflə başlayıbdır. Novruz bayramı, bayram adlarıdır, nə bilim, müharibələrin adlarıdır, respublikaların adlarıdır. Bunlar mürəkkəb adlardır. Yəni bu olur mürəkkəb ad. Mürəkkəb ad, baxın, ayrı yazılıbdır və birinci hərfi də böyük hərflə başlayıbdır. Təbii ki, bayram adlarında ikinci bayramı sözü kiçik hərflə yazılmalıdır. Demək, doğru cavab oldu C variantı. Mürəkkəb adlarla bağlı test tapşırığı müəllimlərin sertifikatlaşdırılması müsabiqəsinin test mərhələsində istifadə edilməsi gözlənilən test tapşırıqlarındandır. Ona görə çalışın ki, bu tipli test tapşırıqlarının da öhdəsindən gələsiniz. Ədəbiyyat müəllimi də qeyd etdik ki, söz birləşməsidir. Əgər desəydi ki, söz birləşməsini göstər, A variantını göstərə bilərdiniz. Yox, əgər desəydi ki, mürəkkəb sözü göstər, onda B və E variantları doğru cavablar ola bilərdi. Xüsusi ismi göstər desəydi, o zaman D variantı uyğun olardı. Yəni, mürəkkəb ad dedikdə, bəzən adı görüb, insan adı ilə qarışdırıb D variantını da vura bilərsiniz. Mürəkkəb ad insan adından söhbət getmir. Yəni, ona görə burada da diqqətli olmalısınız. Keçək ikinci test tapşırığına. Sual 2-ni izah etməmişdən əvvəl qeyd edeyim ki, bizim ödənişli qruplarımıza qeydiyyat başlayıbdır və hələ də davam edir. Sentyabr ayından sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün həm dərs, həm də sınaqlar qrupumuz olacaq. Həmin qruplara qeydiyyatdan keçməklə siz də sertifikasiya imtahanına bizimlə hazırlaşa bilərsiniz. Azərbaycan dili fənnindən mənim hər il yüksək nəticəli müdavimlərim, daha sonra həmçinin müəllimlərim və abituriyentlərim olur. Və bunu səhifələrimizi izləməklə, yəni sosial şəbəkələrlə də tanış ola bilərsiniz. Sertifikasiya imtahanında 60 bal toplayanlarımız 59-dar, 58-lər, yəni kifayət qədər yüksək nəticələrimiz var. Ən əsası bilirsiniz nədir? 90% müəllimimiz Azərbaycan dilindən 25-ə 25 yazar. Buna isə səbəb Azərbaycan dili dərslərinin kifayət qədər mükəmməl şəkildə tədris olunmasıdır. Təbii ki, o yaza bilməyənlər isə artıq onların, belə deyək də, oxu problemləri olur və yaxud da hər hansı bir məlumatı qavramaqda müəyyən qədər çətinlik çəkirlər və ona görə də bəzən həmin müəllimlər 20, 21, 19 və yəni bu formada da nəticələr toplaya bilirlər Azərbaycan dilindən. Və dərslərimizə qoşulmaq üçün ekranda göstərilən nömrə, yəni 055 623 1303 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. Dərs və sınaqlar qrupu haqqında ətraflı məlumat əldə edə və eyni zamanda qeydiyyatdan keçə bilərsiniz. İkinci sualda nə soruşur bizdən? Sadə feil hansıdır? Sadə feil olması üçün o feilin yalnız ya kökdən, ya da kök və qrammatik şəkilçilərdən ibarət olması lazımdır. Gəlin A variantına baxaq. Sözün kökü vurmaq sözüdür. Vurmaq sözündən vuruşmaq sözü yaranır. Yeni mənalı söz yarandığına görə uş leksik şəkilçi olur, maqda qrammatik. Əgər sözün tərkibində leksik şəkilçi varsa, o söz düzəltmədir. Düzəltmə. Ona görə A variantını çıxıram. Bizə sadə feil lazımdır. Barışmaq sözü. Əgər sözün kökünü bar götürürsünüzsə, həmin o barla barış arasında müəyyən bir məna yaxınlığı olmalıdır.
Barla da barış arasında müəyyən bir məna yaxınlığı olmadığına görə sözün kökü bar yox, barış olur. Əgər sözü kök və şəkilçiyə ayıra bilmirsinizsə, kanalımızda bununla bağlı video var. Kanalımızda həmin videonu axtarmaqla həmin izaha baxıb daha sonra bu testə qayıda bilərsiniz. Maqda qrammatik şəkilçidir. Yəni barla barış arasında məna yaxınlığı olmayanda sözün kökünü barış götürürük və maqda qrammatik şəkilçi olur. Sözümüz kök və qrammatik şəkilçidən ibarət olduğuna görə sözümüz sadə sözdür. Salamlaşmaq. Sözün kökü salamdır. Salam sözündən salamlamaq feili, salamlaşmaq, yəni hər ikisi leksikdir, maqda qrammatikdir. İki leksik şəkilçisi var, demək ki, düzəltmədir. Qeyd etmişdik ki, laş şəkilçisi o zaman iki hissəyə parçalanır ki, onların arasına maq şəkilçisini artıra bilək. Artırdığımız şəkilçi vasitəsilə yeni söz yaransın. Salamlamaq olurmu? Bəli, olur. Amma alovlamaq desəm olarmı? Xeyr. Ruhlamaq desəm olarmı? Xeyr. Demək ki, olmayanda artıq o sözü götürə bilmirik. Yəni dilimizdə ruhlamaq, alovlamaq sözləri yoxdur ki, biz orada lanı parçalayaq. Alovlanmaq, ruhlanmaq, bunlarda lanları parçalamaq olmur. İndi burada da la, ş formasında parçalaya bilirəm. Çünki ladan sonra maq artıra bilirəm. Salamlamaq, salamlaşmaq görürəm ki, artıra bilirəm. Və artıra biləndə də o şəkilçi olur leksik. Leksik şəkilçi də sözün tərkibində varsa, o söz düzəltmədir. Baxışmaq. Sözün kökü baxmaqdır. Baxmaqdan da baxışmaq feili yaranır. Baxmaq, baxışmaq. Demək ki, dilimizdə bax sözü də var, baxış sözü də var. Baxışmaq nə etmək? Düzdürmü? Özündən sonra da maq şəkilçisi artırılıbdır. Demək ki, ış leksikdir. Yəni sözün tərkibində leksik şəkilçisi var. Demək ki, söz düzəltmədir. Görüşmək sözü. Sözün kökü görməkdir. Yəni görürsən ki, görüşmək baş verir. Görmək, görüşmək. Yəni üç leksikdir, məkdə qrammatik. Və sözün tərkibində leksik şəkilçisi var. Demək ki, söz düzəltmədir. Doğru cavab oldu B variantı. Keçək 3 nömrəli test tapşırığına. Mürəkkəb sifətlərdən hansı səhv yazılmışdır? Diribaş sözü bitişik yazılıbdır, doğrudur. 5 mərtəbəli sözü doğru yazılıbdır, bitişik yazılmalıdır. Kələ-kötür biri və ya hər ikisi ayrılıqda işlənə bilməyən sözlərin birləşməsinə yaranıb, bu da doğrudur. Elmi kütləvi sözü də həmçinin doğru yazılıbdır. Açıq ürəkli sözünün düzgün yazılışı isə bitişik olmalıdır. Yəni burada açıq sözü dərəcə ünsürü yaratmır. Dərəcə ünsürü yaratmayanda da ürəkli sözünə, yəni düzəltmə sifətə bitişik yazılmalıdır. Bunu da mütləq şəkildə qeyd edin. Yəni bu sifət mürəkkəb sifətdir. Mürəkkəb sifət adi dərəcədə. Adi. Nəyə görə adi dərəcədədir? Çünki açıq sözü burada dərəcə əlaməti yaratmır. Bu yanlış yazılıb, səhv yazılıbdır. Keçək 4 nömrəli test tapşırığına. Hansı cümlədə çıxışlıq halda işlənmiş söz var? Çaydan qaynayan kimi mənə xəbər elə. Burada çay sözün köküdür, dan leksikdir. Yəni çaydan sözü yaranır. Çay sözündən çaydan sözü yaranır. Əgər desəydi ki, məsələn, çaydan su axır. Bax, çaydan su axır. Çaydan. Burada dan qrammatik şəkilçisi olardı. Yəni, burada hər hansı bir əşyanın adı nəzərdə tutulmur. Yəni, əşyanın adı nəzərdə tutulmur deyəndə, yəni hər hansı bir qəhvədan, çaydan bu anlam nəzərdə tutulmur. Amma burada çaydan qaynayan kimi, yəni çay sözünün köküdür, çaydanda da dan leksik şəkilçisidir. Yəni, çıxışlıq hal şəkilçisi deyil, leksik şəkilçisidir. Hal şəkilçisi qrammatik olur. Qurtdan qorxan meşəyə girməz. Qurt sözün köküdür, dan da qrammatik şəkilçisidir. Və burada hal şəkilçisidir, yəni çıxışlıq halın şəkilçisidir. Doğru cavab olur B variantı. Burada dan leksik şəkilçisi deyil, qrammatikdir. Yəni qurtdan sözü yoxdur axı dilimizdə. Dilimizdə çaydan iki cür işlənə bilər. Məsələn, çaydan axan su, bir də var ki, çaydan qaynayan kimi, yəni çaydan su axır, bu anlamda dan qrammatikdir. Çaydan qaynayır, yəni çaydan, qəhvədən bu anlamda. Daha sonra hərdən onu buralarda görürəm. Burada dən hər sözündən hərdən zərfi yaranıbdır. Yəni sözümüz zərfdir. Hərdən nə zaman sualına cavab verən zaman zərfidir. Sonra qənddanın ətrafına qarışqalar.
Necə ki, çaydan sözündə dan leksikdir. Burada da qənddan, yəni qəndin yığıldığı qab. Burada belə deyək də, hər hansı bir əşya, yeni bir anlayış yaradır. Dan burada olur leksik şəkilçisi. Çaydanın ətrafı, indi fikir verin, ın burada yiyəlik hal şəkilçisidir. Ətrafında da ı mənsubiyyət şəkilçisidir. Bir sözdə iki hal olarmı? Bir sözdə iki hal olmaz. İki hal olmazsa bu yiyəlik hal şəkilçisidir, bu mənsubiyyətdir. Demək ki, bu da çıxışlıq hal şəkilçisi ola bilməz. Demək, burada leksikdir. Bax, bu formada işləyə bilərsiniz. Eyni zamanda, yəni qənddan sözü artıq orada bir əşya nəzərdə tutulur. Yəni qəndin yığıldığı qab anlayışı. Güldan, qənddan, çaydan. Yəni bu necədir? Məsələn, güldan, gülün yığıldığı qab. Burada da həmçinin çaydandır, qənddandır, burada qab nəzərdə tutulur. Bunu qeyd dəftərinizə qeyd edin ki, bir sözdə iki hal şəkilçisi ola bilməz. Yəni bu söz ya çıxışlıq haldadır, ya da yiyəlik haldadır və burada yiyəlik hal şəkilçisi var. Demək ki, yiyəlik haldadır. Özündən sonra mənsubiyyəti var. Baxın, görürsünüz burada. Mən onunla qəsdən belə rəftar edirəm. Qəsd sözündən qəsdən zərfi yaranıbdır. Qəsdən belə zarafat eləyirəm, belə rəftar eləyirəm. Yəni burada zərfdir. Mən onunla qəsdən belə eləyirəm. Yəni mən onunla qəsdən belə rəftar eləyirəm. Amma desəydi ki, məsələn, qəsdən 20 il, qəsdən 30 il keçmişdi. Burada qəsdən nədən? Burada artıq orada qəsd sözün köküdür. Dəndə çıxışlıq hal şəkilçisi ola bilərdi. Amma mövcud vəziyyətdə ən zərf yaradan leksik şəkilçisidir. Yəni burada dən yoxdur. Ona görə də variantında çıxırıq. Hansı cümlədə o əvəzliyindən sonra vergül qoyulmamalıdır? Gəlin baxaq. Variantından başlayıram. O yaxşı ad qazanıb. Kim o? O kim sualına cavab verirsə, özündən sonra da sifət gəlirsə, vergül qoyula bilər. O gözəl sənətkardır. Kim? O kim sualına cavab verdi, özündən sonra sifət gəldi, vergül qoyula bilər. O mahir ovçudur. Özündən sonra sifət gəlib və o kim sualına cavab verir, vergül qoyula bilər. Bu variantları çıxıram. O uşaq bağçasında işləyir. O kim sualına cavab verir, özündən sonra da isim gəlibdir. Demək ki, vergül qoyula bilər. Bilirsiniz ki, o əvəzliyi kim sualına cavab verdikdə, özündən sonra isim, sifət, say, əvəzlik yox, zərf, feil sifət, modal söz və nida gələrsə vergül qoyulur. Yox, feilin digər növləri və əvəzlik gələrsə və digər köməkçi nitq hissələri gələrsə, yəni saymadığım digər köməkçi nitq hissələri gələrsə, o kim sualına cavab versə də vergül qoyulmur. Bu gün o getməlidir. Bu gün burada zərfdir. O getməlidir. Baxın, malı məli nəyin şəkilçisidir? Malı məli şəkilçisi feilin vacib şəklinin şəkilçisidir. Yəni feilin təsriflənən formasıdır. Əgər təsriflənən formadırsa, bilirik ki, təsriflənən o əvəzliyindən sonra təsriflənən feil gələrsə vergül işarəsi qoyulmur. Kim sualına cavab verir? Bu gün o getməlidir. Kim sualına cavab verir, amma özündən sonra təsriflənən feil gəldiyinə görə vergül işarəsi qoyulmur. Doğru cavab olur A variantı. B variantı da doğru cavab deyil. Belə dəyərli müəllimlər, yəqin ki, bu video sizlərə faydalı oldu. Video sizlərə faydalı oldusa, videonu bəyənməyi, rəy yazmağı və paylaşmağı unutmayın. Ən əsası isə, əgər hələ də kanalımıza abunə deyilsinizsə, kanalımıza abunə olmaqla da bizə dəstək ola bilərsiniz.